Salam müəllimlər, bu videoda mən sizə 504 Essential kitabından 6-cı unitin izahını verəcəm. Əvvəlcə burada ümumi sözləri görürsüz, sözlər, tərcümələri və bir də sinonimləri verilibdir burada. Hazırlanmış belə deyək bir materialdır. Sadəcə sözləri və sinonimləri yazılmış. İndi isə keçəcəyik buradakı sözləri oxuyub tərcümə edib, nümunələri tərcümə edib və bir də mətni tərcümə etməyə. Siz bilirsiniz ki, hər bir sözü öyrənərkən altındakı nümunələri oxumaq, həmin sözün, həmin ümumiyyətlə hansı situasiyalarda işlənir, bağışlayın, buna baxmaq çox vacibdir. Ona görə başlayırıq approach sözündən. Approach nə deməkdir? Yaxınlaşmaq deməkdir. Yəni, kiməsə, harasa daha yaxın gəlmək, yaxınlaşmaq və s. Nümunələrə baxanda isə birinci cümlədə görürük ki, vəkillərdən söhbət gedir. Məhkəmədə deyir vəkillər hakimin yanına yaxınlaşmaq üçün, tez-tez hakimin yanına yaxınlaşmaq üçün çağırılırdı. Burada to approach the bench, yəni hakimin o kürsüsünə yaxınlaşmaq üçün. Sonra her Bill kissed Sylvia. Onun sevgilisi Sylvia yaxınlaşanda o onu öpdü. When he approached her. Nə vaxt ki ona yaxınlaşdı, ona yaxınlaşanda öpdü. Ben approached the barden. Ben getting a job with a new spirit. Aha, ben iş tapmaq məsuliyyətinə yeni bir ruhla yanaşdı. Sonra detect, aşkar etmək, tapmaq deməkdir. Məsələn, Sam Spade mühüm sənədlərin yoxa çıxdığını aşkar elədi. Aşkar etmək, tapmaq, ortaya çıxartmaq. Yəni, anladı ki, ortaya çıxartdı ki. From her voice it was easy to detect. Onun səsindən Elinin qorxduğunu asanlıqla anlamaq, başa düşmək olurdu mənasında, müəyyənləşdirmək mənasında, müəyyənləşdirmək olurdu. We detected from the matter room. Biz otağın dağınıqlığından başa düşdük ki, orada çox sayda insan toplanıbdır. Yəni, orada çox sayda insanlığın toplandığını, otağın dağınığından biz anladıq, başa düşdük. Sonra gəldi defekt. Defekt qüsur, nöqsan mənasında istifadə olunur. Məsələn, mənim Chevroletim sükan qüsuruna görə, yəni rulunda olan qüsura görə fabrikinə geri göndərildi. Was sent back, geri göndərildi. His theory, onun nə ilə bağlı? Bizim dünyamızın formation, yaranması ilə bağlı nəzəriyyəsi nöqsanlarla, qüsurlarla dolu idi. The villain cani deməkdir də, pis adam cani tutularaq planında çoxlu qüsurlar olduğu üçün ifşa olundu. Sonra employee, işçi, əməkdaş deməkdir. Məsələn, baxırıq birinci cümləyə, işçilər daha yüksək maaş üçün tətil elan etdilər, tətil etdilər. Mənim müdürüm had to fire many employers. Fire işdən çıxartma olacaq burada. Nəyə görə? It became scarce. Aha, ət qıtlığı yarananda müdir bir çox işçini işdən çıxartmağa məcbur oldu. Çıxarmalı oldu. Joe wanted to go into business for himself. Stop being an employee. Yəni, başqasının işçisi olmaq istəmirdi, öz işini qurmaq istəyirdi. Sonra davam edəcək növbəti söz. Neglect. Bu etinasız yanaşmaq, laqeyd yanaşmaq, diqqət eləməmək mənasında olacaq. Məsələn, senator illik reportu, illik hesabatı konqresə təqdim eləməyə etinasız yanaşdı, laqeyd yanaşdı, diqqət yetirmədi, unutdu, bax bu mənada istifadə olunubdu. Bobun maşını çirkli idi. Onu deməli keep it polished. Aha, parıltısını qorumaq, parıltısını saxlamağa laqeyd yanaşdığı üçün maşını çirkləndi. It's essential that you don't neglect your homework. Ev tapşırığına laqeyd yanaşmamaq vacibdir. Deceive isə aldatmaq deməkdir kimisə də.
Atlas was deceived about the burden he had to carry. Atlas daşımalı olduğu yük haqqında aldadılmışdı. Virginia ağladı. Nə vaxt, nə zaman? Her best friend had deceived her. Öyrənəndə ki, onun ən yaxın dostu onu aldadıbdı, Virginia ağladı. Sonra, Johnny White Cloud by pretending to be his friend. Chief White Cloud. Cloud'u onu dostu olduğunu, dostu kimi davranaraq onu aldatdı. Pretend bilirsiniz, necəsə davranmaq, özünü necəsə aparmaq plan mənasındadır. Yəni, onun dostu kimi davranaraq onu aldatdı. Undoubtedly isə şübhəsiz deməkdir. Şübhəsiz, mütləq. Ray's team, Ray'in komandasında undoubtedly şübhəsiz ki, bölgəmizin ən yaxşı nələri var? Mühafizəçiləri var. Debaters. Debater mübahisəçi, yəni debatorları, debatda iştirak edən adamlar. The pilgrims undoubtedly assembled to travel to Rome together. Zəvvarlar şübhəsiz ki, birlikdə Romaya getmək üçün toplaşmışdılar. If she didn't want to get into an argument, əgər mübahisəyə girmək istəməsəydi, Valerie şübhəsiz followed the majority, əksəriyyətə qoşulardı, əksəriyyətin arxasından gedərdi ki, o da mübahisəyə girmək, qoşulmaq istəməzdi. Sonra gəldi popular. Popular məşhur deməkdir, məşhur, populyar. Məsələn, Beatles bir çox məşhur mahnılar yazmışdı. At one time, bir vaxtlar mini yubqalar, mini ətəklər çox məşhur idi. Məşhur insanlar hər zaman away their many friends, dostlarından uzaqlaşmağı, dostlarından qaçmağı, uzaq durmağı çətin olduğunu görürlər. Sonra, thorough isə ətraflı, hər tərəfli, tam mənasındadır. Məsələn, cinayət xəbər alındıqdan sonra polis evi detallı, ətraflı araşdırdı, axtardı. Sonra, my science teacher, mənim science müəllimim, Sandy, through job of cleaning up the lab. Laboratoriyanın ətraflı, yəni yaxşı təmizlənməsinə görə onu təriflədi. Sonra, ana zirzəmini decided to spend the night in giving the basement through cleaning. Ana zirzəmini tam şəkildə təmizləməyə bir günü sərf etməyə qərar verdi. Ki, bir günü tam bu işi görməyə qərar veribdir. Client müştəri deməkdir və yaxud da vəkilin təmsil elədiyi şəxs, müştəri, alıcı bu mənadadır, klient. Məsələn, vəkil told her client, yəni müştərisinə məhkəmənin nəticəsini qabaqcadan təxmin eləyə biləcəyini, təxmin eləyə biləcəyini dedi. Sonra, my uncle tried to get General Motors. Mənim əmim General Motors şirkətini, öz şirkətinin müştərisi eləmək istəyirdi. If this restaurant doesn't improve its service, əgər bu restoran öz servisini, xidmətini yaxşılaşdırmasa, onun bütün müştəriləri will vanish, yoxa çıxacaq, itəcək mənasında istifadə olunub. Sonra, comprehensive, geniş, əhatəli, hər tərəfli mənasında istifadə olunur. After comprehensive exam, yəni hər tərəfli müayinədən sonra həkim dedi ki, sağlam vəziyyətdəyim, yaxşıyam. The engineer gave our house a thorough comprehensive check-up. Mühəndis atam evi almamışdan öncə mühəndis evə ətraflı, hər tərəfli baxış keçirdi. Sonra, Silver müəllimə, xanım Silver'dan söhbət gedir. Bizdən Edgar Allan Poe'nun yaradıcılığı ilə bağlı geniş araşdırma, detallı araşdırma eləməyimizi istədi. Sonra, defraud isə fırıldaqla pul, hüquq və digər üstünlükləri əldə eləmək deməkdir. Hansısa bir fırıldaqla, mənfi bir yolla aldadaraq. Məsələn, deyir ki, xalam dövləti aldadaraq minlərlə dollar qənaət elədi, minlərlə dollar götürdü. If we could eliminate losses from people, əgər dövləti aldadan insanlardan gələn itkiləri aradan qaldıra bilsək, losses, itkilər,
Vergi dərəcələri azaldıla bilər. By defrauding his friends, dostunu aldadaraq Dexter neynədi? Ailəsinin dürüstlük ənənəsini, a family tradition of honesty, ailəsinin dürüstlük ənənəsini pozdu, məhv elədi mənasında işlənibdir. İndi isə keçəcəyik mətnin tərcüməsinə. Bu mətnin başlığı The Health of Your Car, maşınınızın, avtomobilinizin sağlamlığı, sağlığı mənasındadır. The newest approach, yəni avtomobil repair, avtomobil təmirinə, avtomobil sahəsində ən yeni yanaşma klinika adlanan bir yerdir. Haradakı maşın həkimləri, dırnaq arası maşın həkimləri, avtomobil həkimləri avtomobili yoxlayırlar və defektləri, qüsurları aşkar eləməyə çalışırlar. Since the clinic does no repairs, klinika heç bir təmir işi görmədiyinə görə, employees don't neglect the truth, yəni işçilər, əməkdaşlar həqiqəti gizlətmirlər, göz ardına vurmurlar. Yəni bunların işi sadəcə bir növ diaqnoz qoymaqdır ki, maşının problemi nədir? Bir çox avtomobil sahibləri düşünürlər ki, mexaniklər, ustalar onları aldadırlar. Buna görə də klinikalar, həmin bu klinikalardan söhbət gedir, yüksək ödəniş, hətta yüksək ödəniş alsalar belə, şübhəsiz ki, olduqca nədirlər, məşhurdurlar. Mütəxəssislər hər bir müştəri üçün çox hərtərəfli bir iş görürlər, detallı bir iş görürlər. Onlar mühərrikin, maşının, nə bilim, brake, əyləcin hər bir hissəsini araşdırırlar geniş şəkildə. Bahalı avadanlıqlarla, expensive mentions burada, bahalı avadanlıqlarla bütün növlərdə, hər növdə test edirlər. Və ən yaxşısı da odur ki, best of all, bu geniş əhatəli müayinə cəmi yarım saat vaxt alır. Və bu xəstəxananın, bu klinikanın hesabatı ki, əlimizdə olur, bizə kağız verirlər ki, maşının hansı hissəsində nə problem var. Əlimizdə olandan sonra heç bir mexanik, heç bir usta bizi aldada bilməyəcək ki, əgər bizim maşınımızda təmirə ehtiyacı olan kiçik bir təmirə ehtiyac varsa da, yəni bizi böyük təmirə ehtiyacımız olduğunu deyərək bizi aldada bilməyəcək.